Bir ailəli kasıb ruzi əldə etmək üçün evdən çıxdı. Bilmirdi hara getsin. Təsadüfən yolu məscidə düşdü. Moizə edən alim məclisi coşduraraq insanları salavat göndərməyə həvəsləndirirdi. Kasıb kişi orada dayandı və moizə edənin sözlərinə qulaq asmağa başladı. O deyirdi ki, salavat göndərməkdə səhlənkarlıq etməyin. Əgər varlı şəxs salavat desə, Allah Teala onun malına bərəkət verər. Əgər kasıb salavat desə, Allah Teala onun ruzisini asimandan göndərər. Kasıb məclisdən xaric olaraq yol gedə-gedə salavat göndərməyə başladı. Allahümmə səlli alə Muhammedin və əli Muhammed. 3 gün bu hadisədən keçdi. O hələ də salavat göndərirdi. Yolu bir xarabalığa düşdü. Ayağı bir daşa dəydi. O daşı qaldırdı və gördü ki, altında qızılla dolu bir bağlama var. Öz-özünə dedi, mənim ruzimin vədəsi asimandandır. Mən yerin ruzisini istəmirəm. Daşı yerə qoydu. Evə qayıdaraq əhvalatı yoldaşına danışdı. Kasıb kişinin yəhudi bir qonşusu vardı. Əhvalatı danışarkən damda dayanıb onun sözlərinə qulaq asırdı. Bunu eşidən kimi özünü xarabalığa çatdırdı və bağlamanı evinə gətirdi. Onu açdıqda gördü ki, içi ilan və əqrəblə doludur. Ailəsinə dedi, bizim bu müsəlman qonşumuz bizim düşmənlərimizdir. Mən damda olanda o bu sözləri danışırdı ki, mən tamaha düşüm. Gedib o şeyi evə gətirdim. İlan və əqrəblər bizi sansın. İndi ki belə oldu, mən bunu dama qaldırıb onların başlarına tökəcəyəm. Qoy həlak olsunlar. Bizim üçün zərər istəyirdilər. Qoy öz başlarına gəlsin. O dama qalxaraq gördü ki, kasıb kişi yoldaşı ilə mübahisə edir. Həyat yoldaşı deyir, ay kişi, heç rəvadırmı ki, sən bu qədər var dövlət tapasan və onu götürməyəsən? Biz də bu kasıbçılıqda qalaq. Kasıb kişi dedi, mən ümid edirəm ki, Allah bizim ruzimizi asimandan nazil edəcək. Elə bu vaxt yəhudi kişi bağlamanın ağzını açaraq içindəkini onların başına tökdü. Kasıb kişi gördü ki, damdan səs gəlir. Başını qaldıranda evə qızıl yağdığını gördü. Səsləndi. Ay arvad, bax göydən qızıl tökülür. Tez salavat göndərməyə başladı və qızılları topladı. Yəhudi gördü ki, bağlamadan qızıl səsi gəlir. Onu qaldırıb içinə baxdıqda ilan və əqrəb gördü. Yenidən onu aşağı əyərək qalanını da tökdü. Yəhudi anladı ki, bu qeybi sirlərdəndir. Xatırladı ki, bu hadisə Musanın zamanında baş vermiş əhvalat kimidir. Nil suyu qutbilər üçün qan, siptilər üçün su olmuşdu. Yəhudi o anda kasıb kişini evinə dəvət elədi və onun vasitəsilə müsəlman oldu.